Mayın 5-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgi və forumu, Kaspian Agrovik və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi Interfood Azərbaycan ilə tanış olublar. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verdi. Bildirildi ki, 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Dövlətimizin başçısı və birinci xanım Azərsun Holding şirkətinin stendinə baxdılar. Şirkət tarladan süfrəyə prinsipi ilə fəaliyyət göstərərək müasir avadanlıq və innovativ həllərlə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edir. Azərsun Holdingin fəaliyyəti bölgələrdə 10 minlərlə insanın daimi və mövsümi işlərlə təminatına imkan yaradır. Azərbaycanın aqrar sektorunda 10 ildən artıq təcrübəyə malik Agrodairy aparıcı kənd təsərrüfatı və qida şirkətlərindən biridir. Şirkət xam malın istehsalından emalına, logistikasından son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri birləşdirən güclü aqrar sənaye ekosistemi formalaşdırıb. Torpaqdan süfrəyədək prinsipi əsasında qurulan dəyər zənciri məhsulun keyfiyyətini təmin edir. Almaniyanın Holmer şirkəti şəkər çuğunduru yığmaq üçün özüyeriyən kombaynların istehsalında dünya lideridir. Holmer innovativ şirkət olmaqla texnoloji cəhətdən qabaqcıl kənd təsərrüfatı texnikasının istehsalını və satışını həyata keçirir. İtaliyanın New Holland şirkəti kənd təsərrüfatı texnikasının istehsalı sahəsində 130 illik təcrübəyə malikdir. Dünyanın 170-dən çox ölkəsində bu şirkətin məhsulları istifadə olunur. New Holland kombaynları və traktorları müasir texnologiyalarla təchiz olunaraq fermerlərin işini asanlaşdırır. Keyfiyyətli biçimlə yanaşı məhsul yığımını da avtomatlaşdırır. Rusiyanın Fosagro şirkəti dünyada fosfat əsaslı gübrələrin aparıcı istehsalçılarından biridir. Şirkətin əsas fəaliyyət istiqaməti eyni zamanda yüksək keyfiyyətli fosfat suxurunun, həmçinin yem fosfatlarının, azot gübrələrinin və amoniumun istehsalından ibarətdir. Avropanın ən iri fosfat əsaslı gübrə istehsalçısı olan bu şirkət həmçinin ən böyük yüksək keyfiyyətli fosfat suxuru istehsalçısıdır. Diqqətə çatdırıldı ki, 20 ilə yaxın təcrübəyə malik Azera Holding əkinçilik, heyvandarlıq, balıqçılıq üzrə aparıcı kənd təsərrüfatı şirkətlərini özündə birləşdirir. Qafqazın ən iri istixana komplekslərinə malik holding həm də işğaldan azad olunmuş ərazilərdə geniş əkinçilik layihələrini uğurla icra edir. Holdinqə daxil olan Fruitland şirkəti Azərbaycanda ilk dəfə Agroland və Bine Agro şirkətlərinin 200 min hektara yaxın əraziyə malik istixanalarında ildə 1000 tona yaxın banan yetişdirir. Sərgidə iştirak edən Türkiyənin Favo Agro şirkəti kənd təsərrüfatı texnikası, avadanlıqları və ehtiyat hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Favo Agro kənd təsərrüfatı texnikası ilə yanaşı suvarma, sağım sistemləri və bu məhsullara aid ehtiyat hissələri üzrə həllər təqdim edir. Şirkət həmçinin Azərbaycanda Favo və Aksan markaları ilə kənd təsərrüfatı texnikası və heyvandarlıq avadanlıqlarının istehsalını həyata keçirir. Bu il sərgilərdə regionlarımızın aqrar və qida sahəsində mövcud imkanları ilə yaxından tanış olmaq mümkündür. Bundan başqa, hərli təşkilatçılar Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər üçün sərgiyə turlar təşkil edirlər. Bu il 51 bölgədən 500-dən çox fermer sərgilər çərçivəsində ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcək.
Sərgi həftəsi çərçivəsində kənd təsərrüfatında innovativ həllər, aqrotexnologiyalar, ağıllı kənd təsərrüfatı sistemləri, qida emalı texnologiyaları, qida təhlükəsizliyi, logistika və ixrac imkanları üzrə qabaqcıl məhsul və xidmətlər nümayiş etdiriləcək. Bu platforma beynəlxalq təcrübə mübadiləsinin təşviqinə və aqrar qida sektorunda yeni tərəfdaşlıqların qurulmasına mühüm töhfə verəcək. Qeyd edildi ki, Made in Azərbaycan brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Nazirlik həmçinin burada öz stendi ilə iştirak edir. Stenddə aqrar sektorunun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər, innovativ yanaşmalar, aqrar sahədə süni zəka, dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi layihələri, həmçinin startap təşəbbüsləri ilə bağlı məlumatlar təqdim olunur. Burada eyni zamanda ağıllı kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə Nazirliyin həyata keçirildiyi investisiya müsabiqələri ilə bağlı pilot layihə, regionlarda təşkil olunmuş aqrar biznes və məhsul festivalları barədə məlumatlar var. Sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir. Sərgidə İspaniyanın Industries Davis şirkəti də iştirak edir. Şirkət üzüm, zeytun və meyvə bağları üçün xüsusi texnologiyalı kənd təsərrüfatı avadanlıqları, o cümlədən məhsul yığımı üçün maşınlar istehsal edir. Dövlətimizin başçısı və birinci xanım Gürcüstan Milli Qrupunun stendində də oldular. Həmişə olduğu kimi bu dəfə də Gürcüstan sərgidə iştiraki böyük maraq göstərir. Bu ölkədən ona yaxın şirkət öz kənd təsərrüfatı məhsullarını təqdim edir. Kənd təsərrüfatı sistemləri sahəsində ixtisaslaşan İsrailin AFI Projects şirkəti kompüterləşdirilmiş təsərrüfat idarəetmə sistemləri, süd fermalarının layihələndirilməsi və tikintisi, müxtəlif növ sağım otaqları və təsərrüfatların yenidən qurulması sahəsində xidmətlər təqdim edir. AFI Projects həm böyük fermalar, həm də kiçik təsərrüfatlar üçün əmək və istehsal proseslərini optimallaşdırmağa dəstək verir. İtaliya Respublikasının Milli Qrupunun stendi ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən olan şirkətlər sərgilərdə iştiraka böyük maraq göstərir. Belə ki, bu dəfəki sərgidə İtaliyanın kənd təsərrüfatı məhsulları və avadanlıqları istehsal edən 20-yə yaxın şirkət iştirak edir. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan Azagromila şirkəti yeni nəsil gübrə və biopestisid sektorunda uğurla fəaliyyət göstərir. Müasir texnologiyalar təqdim edən şirkət istixana, meyvə tərəvəz və açıq sahədə daxil olmaqla kənd təsərrüfatının bütün sahələrində xidmət göstərir. Niderland Krallığı da sərgiyə böyük maraq göstərir. Bu ölkə sərgidə milli stendlə təmsil olunur. Niderland şirkətləri öz kənd təsərrüfatı məhsullarını burada nümayiş etdirir. Stenddə toxumlar, güllər, istixana üçün avadanlıqlar və digər qida və kənd təsərrüfatı məhsulları təqdim olunur.
Məlumat verildi ki, yerli aqrar şirkəti olan Amofresh Azərbaycanda münbit torpaqlarda fəaliyyət göstərir. Ənənə ilə müasir innovasiyaları birləşdirir. Şirkət ekoloji təmiz regionlarda Amofresh brendi altında premium meyvə və tərəvəzlərin becərilməsi ilə məşğuldur. İstehsalın bütün mərhələlərində yüksək keyfiyyətin və təbii dadın təmin olunmasına çalışır. Metak da kənd təsərrüfatı məhsulları istehsal edən yerli şirkətdir. Şirkətin stendində intensiv bağ modeli nümayiş olunur. Bu model il ərzində salınmış intensiv bağın struktur və quruluşuna tam uyğun şəkildə hazırlanıb. Ziyarətçilərə bu texnologiyanın üstünlüklərini yerindəcə vizual şəkildə təqdim edir. İranın Xəzər Elektrik şirkəti innovativ həllərə əsaslanaraq kənd təsərrüfatı və tullantıların emalı avadanlıqlarını istehsal edir. Məhsul çeşidinə taxıl qurutma, inkubator, kəsimxana, quşçuluq avadanlıqları daxildir. Abşeron Olive Garden MMC zeytun yağı və süfrəlik zeytun məhsullarının istehsalı ilə məşğuldur. İstehsal prosesi beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə təşkil olunub. Müasir texnologiyalar tətbiq edilir və məhsulun keyfiyyəti daim nəzarətdə saxlanılır. Sərgidə maraq doğuran stendlərdən biri də Şirvan Aqro heyvandarlıq kompleksinə aiddir. Kompleks ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan müəssisədir. Şirvan Aqro Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq komplekslərindən biridir. Hazırda Meysəri markası ilə tanınan Şirvan Şərabları müəssisəsi Azərbaycanın Şamaxı rayonunun Meysəri kəndində yerləşir. O, ölkəmizdə Avropa İttifaqı tərəfindən sertifikat almış ilk orqanik şərab istehsalçısıdır. Belarus bu dəfə də sərgilərdə fəal iştirak edir. Bu ölkənin şirkətləri qida məhsulları təqdim edirlər. Belarusun sərgidə ümumilikdə 11 şirkəti təmsil olunur. Qeyd olunub ki, bu ölkə 10 ildən çoxdur sərgilərdə iştirak edir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sərgidə KOB-ların bazarlara çıxışına dəstək üçün xüsusi stend təşkil olunub. Stenddə 10-a yaxın KOB subyekti tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran və pendir kimi məhsullar nümayiş etdirilir. Prezident İlham Əliyevin fərmanı ilə 2017-ci ildə yaradılmış agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyərək kiçik və orta biznes subyektlərinə bir sıra xidmətlər göstərir. Dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir. Braziliya Federativ Respublikasının milli qrupunun stendində ziyarətçilərə əsasən kənd təsərrüfatı məhsulları təqdim edilir. Braziliya pavilyonunda bu ölkənin ət istehsalçısı və ixracatçısı şirkəti məhsullarını nümayiş etdirir. Bundan başqa Braziliya qəhvəsi istehsal edən müəssisənin məhsulları da sərgidə maraqla qarşılanır.
Sərgidə Afrika ölkələrinin birgə iştirakı ilə təşkil edilən AFAS, Africa Azerbaijan Corporation ilk dəfə öz stendi ilə təmsil olunur. Bu stenddə isə Benin, Cənubi Sudan, Efiopiya, Côte d'Ivoire, Kamerun, Nigeriya, Qana, Senegal, Somali, Tanzaniya və Zambiyadan olan şirkətlər məhsullarını təqdim edir. İndoneziyada sərgiyə maraq göstərən ölkələr sırasındadır. Bu ölkə tədbirə milli stendlə qatılıb. İndoneziya milli qrupunun stendinə əsasən qəhvə və qənnadı məhsulları təqdim edilir. Sonra dövlətimizin başçısı və birinci xanım Bakı Ekspo mərkəzinin həyətində müxtəlif ölkələrin şirkətlərin kənd təsərrüfatı texnikası ilə tanış oldular. Kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri olan Caspian Agrovik və Interfood Azərbaycan bu iki sahədə beynəlxalq əməkdaşlıq, innovasiya və yeni biznes əlaqələrinin inkişafına xidmət edən mühüm platformadır. Bu illər ərzində sərgilər milli brend kimi dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq qlobal sərgi təqvimində mühüm yer tutub.